öncə təqdimatı, bax bu üzü yumaq üçün köpükdən başlamaq istəyirəm. Mən özüm hələ bu Renovage seriyasından istifadə etməmişəm, amma Garderika seriyasından istifadə edirəm və qeyd eləmək istəyirəm ki, mənim həyatım bundan əvvəl və bundan sonraya bölünübdür. İlk dəfə bu köpükdən istifadə edəndən sonra. Mən bilmirəm sizlər necə, mən o qədər də sevmirəm üzümü südlə silməyə. Mənə elə gəlir ki, onun südün qalıqları məsamələr arasında qalır, üstündən də tonikla silmək lazımdır və s. və ilaxırı. Amma mən hər halda tonikdan istifadəsini tövsiyə edirəm sizlərə. Sadəcə olaraq istəyirəm biraz bax bu köpük haqqında danışım ki, üzünüzün daha hamar, daha təmiz, daha təravətli qalmağını istəyirsinizsə, səhər axşam bax bu köpükdən başlamalısınız. Gözəl qoxusu da vardı. Ondan sonra artıq keçid alırıq bizim tonikimizə. Mən indi toniku da sizlərə təqdim edəcəm. Bax, belə bir tonikdir. Tonikdə bu məsamələrin arasında qalan qalıqları arada götürmək üçündür.